Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Salam əziz və dəyərli Vilayət TV kanalının tamaşaçıları. Bu vaxtınız xeyir olsun. Hər birinizi İslam həqiqətləri verilişində xoş gördük. Əziz tamaşaçılar, artıq 44-cü bölümdür ki, siz əzizlərin evlərinin qonağıyıq. Gözəl, elmi və aktual bir mövzu ilə gəlmişik. Mövzumuz bildiyiniz kimi imamətdir. Artıq neçə verilişdir bu haqda söhbət edirik. Və keçən verilişimizdə biz Qədirxum hədisinin əsas o 3 sütuna haqqında dəyərli qonağımız məlumat verdi və hansı təriqlərlə, yəni möhkəm təriqlərlə gəlib bizə çatıb, onların adlarını səhabələr ki, nəql ediblər, izah elədi. Bugünkü verilişimizdə də maraqlı bir yanaşmamız olacaq. Qədirxum hədisini əhl-i sünnə alimlərinin baxışında. Görək, əhl-i sünnə alimləri öz kitablarında bu hədisə yer ayırıbsa, nəzərləri nədən ibarət olub, bunlar haqqında ətraflı söhbət edəcəyik. Əgər bizim rəsmi YouTube kanalımıza üzv deyilsə, üzv olun, izləyin, videoları paylaşın ki, daha çox insana Əhl-i Beytin haqq sözü çatsın. Əziz tamaşaçılar, mən sizlərə dəyərli və daimi İslam həqiqətləri verilişinin qonağını təqdim edirəm. Verilişimizin qonağı Cənab-ı İlahiyyatçı, alim, ustad Ramiz Muhammed. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmişsiniz İslam həqiqətləri verilişinə. Necəsiz? Aleykümselam və rəhmətullah. Təşəkkür edirəm. Allah ömrünüzə bərəkət versin, ustad. Allah sizi daim qorusun və ümmətin üstündən sizin kimi əziz və dəyərli alimləri heç vaxt əski etməsin. Ustad, maraqlıdır. Əhl-i sünnə alimləri Qədirxum hədisinə baxışı necədir? Buyurun. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme sallim və təmmim. Deməli, biz keçən verilişdə Qədirxum hədisinin 3 deməli cümləsini götürdük və onun ən azından, yəni bu qədəri mütəvatirdir və səhihdir. Ən azından bu qədər. Mən bütün Qədirxum xütbəsini demirəm. Deməli, əsas bizə lazım olan hissəsi budur. Bəli. Və burada raviləri biz oxuduq, təriqlərini oxumuşduq və deməli, nəticə aldıq ki, bu 3 hissəsi, 3 dənə bu cümləsi mütəvatirdir. Mütəvatirdir. Mən istəsəz bir izləyicilərin deməli, yadına salmaq üçün həmin o hədisin o hissəsini, 3 hissəsi hansından söhbət gedir, onu deyim. Deməli, hədisin əsas hissəsi, bilir ki, məşhur olan hissəsi Mən kuntu mövlahu fəhədə əliyyum mövlahu. Bu hissəsidir. Amma bundan qabaq və bundan sonraki, bundan əvvəlki və bundan sonraki 2 cümlə də bizə deməli, bizim üçün çox mühümdür və onları da oxuduq. Ondan qabaqki cümlə Ələstu əvlə bikum min ənfusikum qalu bələ. Bu birinci cümlədir. İkinci cümlə Mən kuntu mövla fəhəzə əliyyum mövlahu. Üçüncü cümlədə Peyğəmbərimizin duasıdır ki, Allahümə vali mən valahu və adi mən adahu. Bu hissəsidir. Doğrudur. Deməli, bunlar üçü də, bunlar mühümdür. Biz izah elədik nə deməkdir və tərcüməsini də dedik. Bu sənədləri ilə də deməli biz qeyd elədik ki, bu sənədləri mütəvatirdir. Amma indi bu bizim deməli gətirdiyimiz ravilər idi və ravilərin etibarlıq dərəcəsi idi və hədislərinin hökmü idi ki, biz keçən dəfə bunu oxuduq. Amma indi Əhl-i sünnənin özünün alimləri bu barədə nə deyirlər? Bu da təhqiq olunub. Deməli, biz keçən dəfə kitabına adını dedik. Doğrudur. Deməli, Silsilətül Əhadis Əl-Mütəvatirə Şeyx Əhməd Əl-Mahuzi. İstəsələr baxa bilərlər. 3 cildli kitabdır. İmam Əli əleyhissalam barəsində deməli, mötəbər, etibarlı, təvatürü həddində olan və müstəfiz əmdə həddində olan hədisləri toplayıb, deməli, ravilərdən, səhabə, tabeinlərdən. Burada 3 cilddədir. Hərəsində deməli hər cilddə
təqribən 5 dənə hədisdir. Çox deyil, yəni. Əhsən. Onda ümumiyyətlə 15-20 15 hədis eləyir, 15 hədis eləyir. Amma fikir versəz, kitab qalın kitabdır. Qalın kitabdır. Amma bu çox geniş toxunub, dərin araşdırmadır və bütün məsələləri gətirib, əgər bu 15 hədisin hamısını müzakirə olunsa və yaxud mütaliə olunsa bu kitabdan, bu 15 hədisin 15-i də İmam Əli ilə təsəvvür eləyin, tədqiqatla hamısı səhih və mütəvatir hədislərdir. Bu 15 hədisi seçib, təbii ki, bizdə çoxdur hədis. Bəli. Çoxdur hədis. Amma 15 hədisdə möhkəm, mütəvatir hədislər ki, İmam Əli əleyhissalamın deməli peyğəmbərimizdən sonra ilahi xəlifə olmasını isbat eləyir. Yəni bundan sonra da heç bir irad ola bilməz. Heç bir irad ola bilməz. Deməli, bunlardan da biri bu ikinci cildinin birinci hədisi Qədirxumdur. Ondan qabaq Teyr hədisi var, Mənzilət hədisi var. Bunlar hamısı müzakirə olunur. Yəni, ustadlar danışıblar verilişlərdə. Və kitablarda da var. Çünki bizim mövzumuz buydu deyə mən bunu seçmişəm. Doğru. İkinci cildində. İndi bu rəvayətlərdən əlavə deməli, əhl-i sünnə alimləri, böyük etibarlı alimləri onların yanında deməli, münasibəti bu hədisə. Mən kuntu mövla fə hazə əliyyum mövla hədisinə münasibəti. Deməli, birincisi budur ki, Suyuti. Suyuti gətirib, sünnə alimlərindən. Tarixul Xüləfa 65-ci səhifə. Düz. Gətirib orada, mən bilirsiniz, yəni izləyicilərimiz də bilir, mətnin özünü oxumağa tərəfdarıyam ki, deməsinlər düzəltdi, ya özündən quraşdırdı. Nə var, onu oxuyuram, tərcümə edirəm. Mənim işim budur. Əxrəcət Tirmizi, Suyutidir bunu. Əxrəcət Tirmizi ən Əbi Sureyha, əv Zeyd ibn Ərqəm, ənin Nəbi sallallahu aleyhi və alihi qalə, mən kuntu mövlahu fə aliyyum mövlahu. Deməli, tərcümə budur ki, Tirmizi özü gətirib, deməli, Əbi Sureyhədən, əv Zeyd ibn Ərqəm. Həmin Zeyd ibn Ərqəm elə Əbu Sureyhə. Düz. Onun künyəsini deyir də. Zeyd ibn Ərqəmdən Peyğəmbər, Zeyd ibn Ərqəm də gedir, o təriq idi də, dedik biz keçən verişdə təriq idi. Zeyd ibn Ərqəm Peyğəmbərə gedir, çatır. O ondan. Digər ravilər də Zeyd ibn Ərqəmdən götürüb, səhih, çoxsu da səhih və həsən sənədlərlə. Peyğəmbərimizdən ki, buyurur ki, Peyğəmbərimiz, Allahümmə səllələ Muhammed və alə Muhammed, mən kuntu mövlahu fə aliyyum mövlahu. Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir. Və əxrəcəhu Əhməd ibn Əhməd ən Əli və Əbi Əyyub Ənsari və Zeyd ibn Ərqəm və Əmr Zimərrə və Əbu Ya'lə ən Əbi Hureyrə. Bu da gətirib. Suyutu da bu gətirir. Biz elədiyimiz kimi. Suyutu da eləyib. Bəli, bu da eləyib, gətirir və rəvayəti deyir. Deməli, Tarixul Xüləfə. Ondan sonra qalə İbn Həcər. İbn Həcər, deməli, Əsqalani, o da deməli, mötəbər alimlərdəndir, tanınmış alimlərdəndir. Fəthül Bari 7-ci cild səhifə 61-də. Onun da sözü budur. Fəəvəbə min cəm'i mənaqibihi minəl əhadisəl ciyyat. Nisai fi kitabil xəsais. Deməli, əhadisəl ciyyat, yəni Həsən, ya hədislərdəndir. Nisai gətirib Xəsais kitabında Aməl hədis mən kuntu mövlahu fə aliyyum mövlahu fəqət əxrəcəhu Tirmizi və Nisai. Deməli, bu hədisi çoxlu mötəbər, yəni sənədləri səhih, mötəbər kitablar, hədislər gətirib Nisai Xəsaisində. Amma mən kuntu mövlahu fə aliyyum mövlahu hədisini Tirmizi və Nisai gətirib öz kitabında. Və o kəsiru turuq ciddən. Deməli, bu hədisin, mən kuntu mövla fəzəliyun hədisinin təriqi həddən artıq çoxdur. Təriqdən söhbət gedir, ravidən yox. Bir təriqdə nə qədər ravi olur. Təriqdən söhbət həddən artıq çoxdur. Və qəd istəvəbəha, deməli, İbn Uqda fi kitab-ı mufrad və kəthir minəl əsanidiha sihah vəl həsən. Deməli, səhih və həsən
sənədləri ilə gətirib bu hədisi mən kuntu mövla fəhazə əliyyum mövla. Bunu da deyir Fəthül Bari kitabında 7-ci cild 61-ci səhifə. Fəqalə Əbul Feyd Əl-Zubeydi mən kuntu mövla fəhazə deyəcəm onun sənəd mənbəsin. 21 dənə səhabədən gətirib bu. 21 səhabədən mən kuntu mövla fəhazə fəəliyyum mövlahu hədisi rəvahu minəs səhabə vahid və 20 nəfsən. 21 dənə səhabədən və burada səhabələrin hamısının adını gətirib. Zeyd ibn Ərqəm, Əli ibn Əbu Talib, Əbu Əyyub Ənsari, Ömər ibn Xəttab və bunlar məşhurlardır. Və İbn Abbas məşhurlardandır. Deməli, İbn Ömər ibn Xəttab, Ömər ibn Ömərdən. Malik ibn Huveyris, ondan sonra tanınmışlar. 21 dənə qeyd eləyib. Səhabən adı. Mən onların hamısını bir də oxumuram. Onların arasında Ənəs ibn Malik var, çoxları tanıyır və Səd ibn Əbi Vəqqas tanıyırlar. Əbu Səid Əl-Xudrini tanıyırlar. Bu səhabələrin hamısından var. Doğrudur. Mən bunları bir də oxumuram. Hafiz Kəttani. Mən kuntu mövla fəə bunu deməli gətirib Əl-Lai kitabında Əl-Lai mütənasirə fil əhadis mütəvatirə 205-ci səhifəsində. Deməli Kəttani özü də gətirib mən kuntu mövla fəəliyyum mövlahu hədisi əvrədə fiha əйdən minəl hədis. Gətirib yenə də səhabələri Zeyd ibn Ərqam. Bu da gətirib deməli Ömər var burada, Əli var burada filan, bunlar özü belə qeyd eləyib. Bu da gətirib 18 dənə səhabədən, 18 dənə səhabədən. Sonra bir də mən bunları keçirəm. İbn Kəsir. İbn Kəsirdə deməli Əl-Bidayə və Nihayə 11-ci cild səhifə 167-də. Orada gətirib vəqət rəəytu ləhu, yəni Təbəridə. Ləhu burada, yəni Li Muhammed ibn Cərir Ət-Təbəri. Onun kitabında kitabən cəməə fihə, yəni mən deyir Təbərinin kitabını görmüşəm. Orada cəm eləyib, cəməə fihi əhadisil qədir xum fi mücəllədin dəxmeyn. Qədir xum hədisini deməli Təbəri 2 qalın kitabda toplayıb. Bu barədə sənədlərini filan 2 qalın kitabda bundan danışıb. Doğrudur. Bu özü deməli İbn Kəsir deyib bunu. Və təvatiruhu və bi təvatirihi sərrəhə zəhəbi və qalə əydən rəəytu mücəllədən deməli min turuqul hədis li İbn Cərir yenə də Təbəridən deməli mütəvatir hədislə, mütəvatir sənədlə görüb bunu. Bu da deyir deməli yenə də 4-cü Təzkirətül Huffaz 2-ci cild səhifə 712 orada gətirib. Qalə tanınmışları mən istəyirəm oxuyum. Qalə Əlbani. Bir neçəsində qeyd olunub, mən keçirəm onları. Çünki onlar ola bilsin ki, bizim izləyicilər üçün tanış olmasın bu adlar. Amma Albani ki, tanışdır. Albani deyir ki, mən kuntu mövla, istəsəz mən kitabının adını deyim, Əs-Sünnə Libnə Əbi Asim. 2-ci cild səhifə 566-da Qalə Əlbani mən kuntu mövla fəəliyyun mövlahu Allahumma vələ mən valahu və adimən adahu. Bu görürsünüz 3-cü fəqərəsində qeyd edilib. Huva hədisun səhihun. Səhih hədisdir. Cəə min turqi cəmaə minəs səhabə. Deməli səhabələrdən ki yolları ilə, səhabəli təriqləri ilə, ravi demir, səhabələrin təriqləri ilə qeyd olunur. Burada artıq biz bu alimlərin bu hissəsi ki, biz keçən verilişdə danışmışdıq, o barədə alimlərin fikirləri idi. Amma hədis, deməli biz artıq istəyirəm bunu da qeyd eləyək. Mən bir dənə deməli təriqi oxuyacağam. Bunun ilə də vilayət təşri'i, yəni bitiririk. Keçəcək inşallah vilayət təkviniyyəyə. Çünki bu çox uzun çəkəcək, mən bunun hamısını oxuya bilmərəm. Düz. Ünvanını dedik. Deməli, hədis Əli ibn Əbi Talib əleyhissalamdan. Burada artıq fikir verin, təriqləri bir-bir açır. Həmin təriqləri bir-bir açır və təriqin birincisi qeyd edib Həzrət Əli əleyhissalama çatır. Yəni Həzrət Əli əleyhissalamdandır. Hədis mütəvatir ənhu əleyhissalam
və yərvihi anhu akthar min 30 tabi'iyyan. Bundan da 30-dan çox tabi'i də İmam əleyhissalamdan rəvayət eləyir. Rivayə deməli Səid ibn Vəhəbdən Nisai gətirib bunu. Nisai gətirib Əxbərənəl Hüseyn. Mən indi bunların hamısını bilmirəm, oxuyum yoxsa Yox, ustad, vaxt çox gedir, həm çox də gedir. yorucu olur. Ustad, buna da toxunun. Keçən verilişlərdə demişdiniz, deyəcəm, münafiqlər hədisi. Yəni biz bilirik ki, münafiqun ayəsi də var. Bu o vaxtı nazil olub ki, səhabiyə aiddir də. Yəni bir insan ki, zahiri müsəlman da batində iman gətirməyib, İslamdan xəbəri yoxdur. Belə bir insana, belə bir əqidəsi olan tərəfə İslam terminində deyirik münafiq. Bəs axı əhl-i sünnə dünyası da deyir, bütün səhabələr cənnətlikdir. Bu münafiqin hədisi ilə bunu necə cəm edək? Bu bir məsələdir. Bəli. İkinci məsələ isə budur ki, Peyğəmbərimizdən sonra ilahi xəlifə kim olacaq? Bu məsələdir. Bu məsələ üçün də biz bunu oxuyacağıq inşallah. Doğru. Amma mən bir dənə qeyd eləyim burada. Elə bizi izləyənlər, çünki o verilişləri qoyurlar. Həm televiziyada gedir, həm YouTube kanalında. YouTube kanalında, qalır orada. YouTube kanalında var. Mən orada bəzi şərhlərə baxıram. Düz. Və orada bəziləri deyirlər ki, bunlar hətta vəhhabilər özləri də bu barədə onların videolarında görmüşəm. Elə burada fürsətdir mən burada deyim olaraq, izahat verim olaraq biz nə demək istəyirik. Bəzilər deyirlər ki, üstündən gör nə qədər keçib. Bunlar hələ də qədimə qayıdır. Hələ də oturublar, danışırlar ki, Peyğəmbərdən sonra Əbu Bəkir olsun, yoxsa İmam Əli olsun filan bunları. Ondan sonra vəhhabilər özləri də videoların özləri mən deyirəm indi bəlkə də özləri də görüblər, biləcəklər söhbət hansı videodan gedir. Deyirlər ki, bəsdir də bu qədər dava, yəni bu söz-söhbət salmısınız, yəni bu qədər ixtilaf salırsınız filan. Dərdiniz nədir? İmam Əli əleyhissalam xəlifə oldu da. Yəni, bəli. Dördüncü də oldu, oldu da. Dördüncü də olsa, oldu da bəsdir, əl çəkin bu mövzudan. Bizim məsələmiz, bunlar cahildilər. Neçə dəfələrlə biz demişik ki, bizim məsələmiz bu mövzu deyil. Mistaq deyil, biz Əbu Bəkir dalınca deyilik. Bizim mövzumuz deyil. Birinci olsun, ikinci olsun, üçüncü olsun. Yəni siyasi xəlifə məsələsini biz danışmırıq. Bunu dəfələrlə demişik. Yəni insana nə qədər demək lazımdır ki, bunu başa düşsün. Ya diqqətsizlik eləyirlər, ya doğrudan da cahildirlər, anlamırlar. Biz yenə də deyirik burada. Məsələ burada tarixi baxımdan, ya o xronologiya baxımdan ki, birinci hansı idi, ikinci hansı idi, üçüncü. Biz bunu bəhs eləmirik. Biz bunu bəhs eləyirik. Ey insanlar, bugün bu mövzu yenə də sizə lazımdır. Nəyə lazımdır? Məsələn, bir nəfər durub çıxıb deyə bilər ki, mən tarixi maraqlanmıram. Birincidir, ikincidir, üçüncüdür, olub keçib də. Mənim nəyimə lazımdır? İndi biz oturaq, məsələn, 21-ci əsrdə oturaq bunu danışaq. Nəyə lazımdır 1400 il bundan qabaq? Deyirik ki, lazımdır bu sizə. Niyə görə lazımdır? Çünki Peyğəmbərdən sonra Allahümmə salli alə Muhammed və alə Muhammed dininizi kimdən alacaqsınız? O məsələni biz danışırıq. Nəinki tarixdə siyasi filan kəs oldu ya olmadı. Bizə maraqlı deyil. Çünki bitib artıq o zaman. Biz heç onu sübut eləmək də istəmirik burada ki, birinci olmalıdır, yoxsa ikinci olmalıdır. Mənə maraqlıdır. Mənə maraqlı budur ki, Peyğəmbərimizdən sonra səhabələri var idi onun, filan var idi. Peyğəmbərimizdən sonraki dünyasını dəyişdi. Bundan sonra yeni məsələlər çıxacaqdı ortalığa. Peyğəmbər artıq dünyasını dəyişib. Yeni məsələlər çıxacaqdı ortalığa və təkcə həmin əsrdə yox. Ondan 100 il sonra, 200 il sonra, 500 il, 1000 il, 1300 il, indiki hal-hazırda. Yəni Peyğəmbərimizdən sonra kimə biz müraciət edəcəyik dinimizi öyrənməyə və yaxud da Qurani Kərimi başa düşməkdə? Məsələn deyirəm, əgər belə desək ki, Qurani Kərim bizə bəs eləyirdi, necə bəs eləyirdi ki, Qurani Kərim özlüyündə? Necə, yəni bəs eləyir mənası bu da, bunu da yanlış anlamasınlar. Qurani Kərim bəs eləyir qiyamətə qədər. Amma onu anlamaq məsələsi var. Yəni başa düşmək məsələsi var. Bəli, Qurani Kərimi ərəb dilindən oxuyub hamı olduğu kimi görəsən başa düşür. Mən bundan danışıram. Əgər belə başa düşsəydə əlimizdə fakt var ki, hal-hazırda məzhəblər arasında
yəni ixtilaf olmazdı Əhsən. ayələrin mənasında. Hamı eyni şey başa düşər. Hamı, hətta bir məzhəb, əhl-i-sünnənin öz içində belə ayələrə istinad edirlər. Biri başqa məna deyir, biri başqa məna. Şiənin də öz içində. Şiənin bəzi məsələlər var ki, gəlir məsələn alimlər deyirlər ki, bu ayədən mən bunu başa düşmüşəm. O biri alim, hətta Şiə alimi deyir ki, belə bu təbiidir, bu təbiidir. Çünki Quranın batini var, batinin batini var. Qiyamətə qədər deməli kifayət edəcək bir cildli kitab bu dərinlikdə olmalıdır elə. Allahın hikməti budur. İndi bunu deməli başa düşmə məsələsindən söhbət gedir ki, biz peyğəmbərdən sonra əgər birdən bir ayədə məsələn Allah Taala buyurur ki, peyğəmbərdən sonra peyğəmbər zamanında birdən və in tanaza'tum fi şey rudduhu ilallah və ilar rasul. Peyğəmbərə qaytarın Allaha və Rəsuluna. İndi biz İxtilafa düşəndə gedirik peyğəmbərdən soruşuruq. Peyğəmbər dünyasının dəyişi ixtilaflar da bitdi. Bitmədi ki. Hə indi bitməyibsə mən kimə gedim müraciət edim? Gəlirik buraya, hədisi biz oxumaq istəyirik. Gedim kimə? Təqribən ustad 6-7 dəqiqəmiz qaldı. Gedim kimə müraciət eləyim? Axı bütün səhabələrə müraciət eləyə bilərəm. Sual. Xeyr, niyə görə? Çünki peyğəmbərimiz xəbər verib ki, mənim səhabələrim arasında münafiqlər var. Bu məsələ var ortalıqda. Harda deyib ustad? Hə, onu indi gələk, bəli, hədisə. Bəli. İndi bunu biz şiələr deyəndə deyirlər ki, siz böhtan atır, səhabələri sevmirsiniz, filansız, beləsiz. Amma Səhih Müslimdə, deməli Səhih Müslimdə Əmmar ibn Yasirdir, ravisi. Ravisi Əmmar ibn Yasirdir. Əmmar ibn Yasirə çatır, Səhih Müslimdədir. Hədisdəki hökmü hədisin səhihdir, özü qeyd edib. Özləri qeyd edib səhihdir. Mən hədisin hamısını oxumuram. Bəli, o həmin hissəki lazımdır. Bəli, qalə. Peyğəmbərimіздəndir. Buyurur ki, həddəsəni deməli, qalə Şu'bə, qalə həddəsəni Xuzeyfə, gəlir ərahu qalə, fi ümməti, Peyğəmbəri gördü ki, Peyğəmbər buyurur ki, fi ümməti 12 münafiqən. La yədxulunəl cənnə. Mənim ümmətimin içində 12 münafiq var. Səhabələrin arasında da söhbət gedir. Yəni bütün ümmətdən söhbət gedir. O ümmətin içində çoxdur münafiq. Amma bu səhabələr arasında hal-hazırda ki, Peyğəmbərimizin zamanında 12 dənəsi var. Hətta gedib araşdırsınlar Peyğəmbəri öldürmək istəyənlər. Bəli, bəli. İldırım çaxır və Peyğəmbər onların üzlərini görür. Bəli, Peyğəmbəri öldürmək istəyənlər var idi. Həmin 12 nəfər idi. O deməli müharibədən səhv eləmirəmsə deməli Təbuk döyüşündən, səhv eləmirəmsə Təbuk döyüşündən qaydanda Peyğəmbər gizlənmişdilər ki, Peyğəmbərin dəvəsinin qorxusunlar düşsün, qayadan düşsün aşağı. İndi orada, çünki bunu Həzrət-i Cəbrail də, çünki mövzumuz bu deyil deyə mən hamısını gətirməmişəm məsələni. Həzrət-i Cəbrail əleyhissalam da xəbər vermişdi Peyğəmbərimizə, Peyğəmbərimiz onları bilirdi. Onlar hətta üzü bağlı qaçmışdılar, arxasıca göndərmişdi, ged gör kimdir və onların adları da qeyd olunub, axtarıb tapa bilərlər, onlar kimlərdilər. Biz burada artıq bunu danışmayaq. Hər halda Peyğəmbərdən sonra ümmətinin içində 12 dənə münafiq var ki, onlar cənnətə getməyəcəklər. Onlar cənnətə getməyəcək. O münafiqlər, mən indi gedim kimdən soruşum? Bütün sahabədən soruşa bilərəm, yoxsa xüsusi sahabə olmalıdır? Bu bir. İkinci məsələ, əgər öyrənmək istəyirsinizsə belə dini, səhabələrdən təbii ki, Peyğəmbərdən sonra səhabələrdən öyrənmək lazım. Amma kimdən? Amma kimdən? Deməli, yenə də səhih sənədləri ilə rəvayətlər var. Deməli, ravisi Həsən və qeyrihi belə gətirib, Heythəmi gətirib bunu öz kitabında, Məcmu'z Zəvaid kitabında. Səhihdir, deməli, ricaluhu ricalus səhih. Yəni, səhih ricallardır bunlar. Kana əvvəlu mən amənə Ali ibn Əbi Talib əleyhissalam fəhuvə ibnu və huvə ibnu 15 əv 16 sənə. İlk Peyğəmbərimizə iman gətirən Əli ibn Əbu Talib idi. İlk iman gətirən. Gedib baxa bilərlər. Məsələn, Əs-sabiqun, ulaikəl müqərrəb. Bunlar birincisi elə İmam Əli əleyhissalamdır. İmam Əli əleyhissalam deyirlər 15 yaş ya 16 yaşında olub. Ondan sonra əxəzə Rasulullah sallallahu aleyhi və alihi və səlləm. Fikir verin, burada bunlar hamısının mənası var. İmam Əli əleyhissalamın əlindən tutdu.
biyədə Əliyin fəqalə innə hâzə qeyd edir burada. Bu əvvəlu mən amənə bi. Mənə ilk iman gətir. Əgər iman məsələsində axtarırsa sahabilər arasında münafiqdən əgər istəmirsə münafiqin sözü ilə azmaq və yaxud ehtiyat eləyirsinizsə sahabilər arasında Peyğəmbərimiz bizə işarə edib ki, əlindən tutub və deyir ki, bu mənə ilk iman gətirəndir. Bu mənə ilk iman gətirən. Sonraki yenə səhih hədislərində buyurur ki, əlinin deməli mömin sevər, ona münafiq kim bəsləyər? İman üçün həm özü ilk iman gətirib, həm iman üçün deməli meyardır. Həm meyardır. Bunu deməli Əbu Zərdir bunun, Əbu Zər Qəffaridir bunun ravisi, deməli Əbu Zər Qəffari və Səlman Farisidir ravisi. Suyuti gətirib, Tədribur Suyuti öz kitabında gətirib və bir neçə də ki vaxtımız yoxdur. Kana Ali ibn Əbi Talib əleyhissalam əvvələ mən amənə minən nasi bə'də Xədicətə radiyallahu anhuma. Ki, belə də gətiriblər səhih ki, xanım Xədicədən sonra İmam Əli əleyhissalam ilk iman gətirəndir, yəni kişilərdən. İlk iman gətirəndir, deməli, ilk iman gətirən Həzrət Əli əleyhissalamdır və getsinlər, baxsınlar. Yəni, məsələ budur. Biz deyəndə ki, xəlifə kimdir? İlahi xəlifədir. Peyğəmbərdən. Yəni, biz siyasi xəlifə dalınca deyilik. Yəni, dini kimlə öyrənmə? Siyasi xəlifə gəldi, siyasi öz dövrünü keçirdi, hakimiyyət, dövlətin idarə elədi, getdi. Onun indi hal-hazırda mənə dəxli yoxdur. Mənə dəxli olan tərəf, mənə aid olan tərəf kimdən öyrənəcəm Peyğəmbərdən sonra? İxtilafları ya Quranı azmamaq üçün, yəni azmamaq üçün kimdən öyrənməliyəm? İlk iman gətirən və iman üçün meyar olan Həzrət Əli əleyhissalamdır. Getsinlər, öyrənsinlər. Bəli, Ustad, Allah razı olsun, Allah ömrünüzə bərəkət versin. Ustad, növbəti verilişlərdə nəyə toxunacaq? Növbəti inşallah verilişdə biz burada çox qaldı, biz deyə bilmədik. Düzdür, vaxtımız imkan vermədi. Təkvini vilayəti inşallah başlayırıq. Biz ispat eləyəcəyik ki, İmam Əli əleyhissalam bu təşrii vilayət idi. Vəli sözünə nisbətən biz bunları danışdıq səhih sənədləri ilə ki, Həzrət Əli vəli idi. Yəni, bütün möminlərə onların əvəzində qərar verməkdə haqlıdır. Öndədir. Öndədir və haqq sahibidir. Bu İmam Əli əleyhissalam təşrii vilayətidir. Danışmışdıq bunu. Doğru. İndi təkvini vilayətdən danışacağıq inşallah. Bəli, inşallah. Allah razı olsun. Ustad, mən də öz adımdan veriliş adına sizə dərin təşəkkürümü bildirirəm. Belə, əziz tamaşaçılar, bizə ayrılan vaxt burada tamam olur. Allah amanda növbəti verilişlərə qədər.